Deməli dostlar, maşında müştəri yaddan çıxardıb, kaşlyokununa baxdım sənədlərindən, gördüm ki, kimdir? Kim olduğunu göstərim. Gördüm ki, budur, bu adamdır. Burada nələr var? Deməli, bu bir kaşlyok, sonra bu belə bir qabdır. Bunun içində nələr var? Maşın sıra hərəkətlər eləməzlər axı, iki olmaz. Ayağımızla tutaq. Qızım. Ben buradan çıxmalıyım. Ani yadıma düşdü. Gördüm. Bozmuşdum ha qaydanı. Axın belə qızıllardır. Görsəniz. Belə qızıllardır. Sonra kaşlyok. Burada tabii ki bank kartlarıdır. Burada pullardır. Hamısı. Ayak yerine. Pullar hamısı oradadır. Burada bir tane de cip var burada. Burada da əlavə 100 dolları var. Bu niyə çəkirəm? Əslində mən bunu götürüb rahat formada tullaya bilərəm və içindəkiləri götürüb istifadə edə bilərəm. Burada heç bir problem yoxdur. Heç kim məni tutmaz da, tapmaz da, bilməz də. Belə bir çantadır. Sadəcə bunu çəkməkdə məqsədim nədir? Bunu elə çəkirəm ki, sizə göstərim ki, bu tip hallarda, yəni hardasa 300 dollara yaxın pul var, plus hardasa 1200 dollara yaxın ya da ondan yuxarı qızıl var. Çox eşitməmişəm, bəlkə də içəridə yenə nələrsə var. Elə mənə lazım olan bu idi əsas, sənəd qabı idi. Sənədlərin burada kartları var, ID-si var, real ID-si var, yəni şəxsi vəsiqəsi var. Mənə o maraqlı idi, onu götürmək maraqlı idi. Ki, ünvanına baxım. Ünvanına baxdım, gedirəm evinə. Bu tip hallarda adətən belə şeyləri qaytarmırsan. Mən adətən maşınımda telefon zad qalanda tullayıram. Məsəl üçün iPhone qulaqlığı axırıncı model bir neçə ay əvvəl qalmışdı, tulladım çölə. Məsəl üçün bu yaxınlarda iPhone 13 Pro idi, nə idi bilmirəm, tulladım çölə. Yəni belə şeylər qalanda şey eləmirəm, atıram. Çünki insanlar çox sağ ol demirlər. Necə çox sağ ol demirlər? Sadəcə adamlar sənə sonra problem yarada bilirlər. Mən bilmirəm indi, mən bu sumkanı aparıb geri verdiyim halda bu adam mənə problem yaradacaq yoxsa yox. Mənim bunu eləməkdə məqsədim sadəcə bunu eləyirəm ki, çünki bu belə bir şeydir ki, sabah mənim də başıma gələ bilər. Başqa bir insan mənim əşyamı tapa bilər, mənə həyatı vacib ola bilər. Çünki həyat bildiyiniz kimi bumerangdır. Hara fırladırsan fırlat, axır gəlib sənə dəyir. Yəni sənin elədiyin şeylər mütləq, o söz var, bizdə deyirlər ki, nə tökərsən aşıva, o da çıxar qaşıqva, belə bir söz var. Ona görə indi gətirmişəm bunu, qaytarım, gedim tapım, qaytarım. Sizə də məsləhətim odur ki, yəni belə insanların əşyasını tapanda düzdür, düşünürsən ki, niyə qaytarım da, sabah indi gətirib verəcəm, bilmirəm da, adam deyəcək ki, mənim orada, nə bilim, 1000 dollar pulum vardı, mənim orada nəyim vardı, bilmirəm, nə deyəcək. Sadəcə gətirmişəm, Allah ümidinə görə nə olur. Beləncə, gedim verim. Ev buradır. Gedək. Yağışdakı öz yerində.
Everything here, and I saw here. I check all your stuff when I get this one, and what I find, I bring everything back. Yes. I was so upset this morning. Really upset. But I'm happy that you brought it back to me. Thank you. And I think here you have some stuff. Yeah. Here, I checked there. I think there you have some gold. Yes. Yeah. But they take it off every time I get checked out. Okay. Hey, Hello. you have to come back down and if you're on Okay, you're good? Okay. Thank you, sir. Thank you. Thank you. God bless you Thank all you. the time. Thank Okay, you. Thank you. You said I could come back down later. Yeah. Belə dostlar, verdim. Arvad təsəvvür eləyin ki, o qədər qızılı var idi orada. O qədər dedim, yəni $1200 yuxarı qızılı var idi. Sepi idi, sırğaları idi, təmiz qızıl idi, qaşsız zadsız idi, təmiz qızıl idi. Və $286 belə bir pul var idi orada. Tam eşmədim sunkanı, çünki bilmirəm, tam yağış idi, yaş oldum. Tam eşmədim, mənə lazım olan sənədlər idi, sənədlərinə baxdım. Arvad çox yaşlı arvad idi, gözdən zəif görürdü. Nə qədər yaşlı idisə, hələ o qədər də gözləri yaxşı görmürdü. Dedi ki, baxıram, gözlərim onsuz da tam yaxşı görmür. Belənçinə təhvil verdim, rahat oldum, çıxdı məndən. Qısa idi, sadəcə dedim, sizlə paylaşım bunu. Hələlik.